Bu mövzunu izah eləmək üçün sizə belə bir məsələ seçmişəm. Bayram hədiyyəsi olaraq 24 qələm və 36 açıqcadan ibarət. Hər birində eyni sayda olmaqla hədiyyə qutuları hazırladılar. Belə bu suala, bu məsələyə bir neçə sual verək. Neçə qutu hazırlamaq olar? Hər qutuda neçə qələm olar? Hər qutuda neçə açıqca olar? Və 7, 8, 12 sayda qutu hazırlamaq olarmı? Bütün bunlara cavab verməmişdən qabaq, dediyim kimi, fikrimizi yönəldək bölən. Nədir bölən? Ədədin böləni nə deməkdir? Ədədin böləni o deməkdir ki, hər bir ədədi, əsas bunu deyək, hər bir ədədi özünə və birə bölmək olur. Hər bir ədədi özünə və birə bölmək olur. Məsələn, mən bura 2 dənə ədəd yazıram. Dərsi izah eləmək üçün belə bir ədəd yazıram. Bir dənə yazıram bura 13, məsələn. Və bir dənə də ədəd yazıram, tutaq ki, 15. Deməli, 13 ədədi. 13 ədədini biz bölürük. 1-ə bölmək olur və 13 ədədini bir də onun özünə bölmək olur. 15 ədədinə baxaq. 15 ədədini də hər bir ədədi mütləq özünə bölmək olur. Yenə mütləq 1-ə də bölmək olur, özünə də bölmək olur. 13-dən fərqli olaraq 15 ədədini həm də 3-ə bölmək olacaq. 15 ədədini həm də 5-ə bölmək olacaq. Fikir verək, bunların arasındakı fərq nədir və önümüzdəki çalışmalarda, gələcəkdə keçəcəyimiz dərslərdə bu ədədlərin bu cür fərqləndirmək bizə lazım olacaq. Bu 13 ədədi elə bir ədəd idi ki, onu ancaq özünə və 1-ə böldük. 15 ədədini özünə və 1-ə böləndən sonra başqa bir ədədlər də oldu ki, 3-lə 5 onları da böldük. 13 ədədinə deyəcəyik, demişik, indiyə qədər rast gəlib bu sizə sadə. 15 ədədinə deyəcəyik, mürəkkəb. Deməli, buradan siz özünüz nəticə çıxarda bilərsiniz ki, hansı ədədlər ki, ancaq özünə və 1-ə bölünür, onlara sadə deyirik. Özünə və 1-ə bölünəndən sonra yenə də başqa bir ədədlərə də, daha artıq ədədlərə də bölünə bilirsə, onlara mürəkkəb ədəd deyəcəyik. Bu bizdə sadə və mürəkkəb ədədi fərqləndirdik. İndi baxaq görək. Bura yazdığım ədədlər 1 ilə 13, burada 1, 15, 3, 5 nədir? 1 ilə 13, 13-ün bölənləri, 1, 15, 3, 5, 15-in bölənləridir. Yəni, hansı ki 13-ü 1-ə, 13-ə bölmək olur, 15-i də 1-ə, 15-ə, 3-ə, 5-ə bölmək olur. Biz burada 13-ü 1-ə böləndə nə alırıq? 13. 13-ü 13-ə böləndə nə alırıq? 1. Yəni, ədədi böləni 1, 13-ün bölənidir. İstənilən ədədin böləni və qisməti var. Elə qismət də bölən də qismət ola bilir. Yəni, bir dənə də başqa nümunə götürün. Məsələn, 15-i 3-ə böldüm, 5 aldım. 13 böləndi, 5 qismətdir. Həm də 13-ü qismətə bölüb 3 almaq olur. Yəni, 5 həm qismətdir, həm böləndir. 3 də həm qismətdir, həm böləndir. Bu da belə. İndi gələk görək bu məsələni niyə yazmışdıq sizə və bu dediklərimizi necə bir-birindən əlaqələndirib izah eləyəcəyik. Gəlin belə bir şeyə baxaq. Bu məsələni qoyaq qırağa. Keçək baxaq məsələmizin həllinə. Deməli, uşaqlar, çox diqqətlə baxaq bura. Nədən söhbət getirdi? 24 dənə qələm var. Baxaq görək. 24 dənə qələm var. 36 dənə açıqca var. Sual verir bizə ki, tapşırıq verir ki, bunları bölün və hədiyyə paketləri, hədiyyə qutuları yaradın. Onda biz nə fikirləşməliyik? Bunları bölüşdürəcəyiksə, bu ədədləri nəyə bölürük? Onları tapmalıyıq. 24-ü nəyə bölürük? 1-ə bölürük, bölə bilərik, 2-yə bölə bilərik, 3-ə bölə bilərik, 4-ə bölə bilərik, 6-ya bölə bilərik, 8-ə bölə bilərik. Sonra 12-yə bölə bilərik və 24-ün özünə bölə bilərik. Gəlin 36-ya baxaq. 36-nı da 1-ə bölə bilərik, 2-yə bölə bilərik, 3-ə bölə bilərik, 4-ə də bölərik, 9-a da bölərik. 6 yadımdan çıxdı. 6-ya bölərik, 9-a bölərik, sonra 12-yə bölə bilərik, sonra 18-ə bölə bilərik və 36-nı da özünə də bölə bilərik.
Deməli, burada 24'ün, burada da 36'ın bölənlərin yazdım. Çalışmanın şərtini biz diqqətlə oxuyanda görürük ki, bunları bölə bilməliyik, hansı ki bu ədədlərə bölürük. Baxaq görək. Deməli, orada hər ikisində 2 var. Deməli, 24 də 36 da 2-yə bölünür. Deməli, oradan 2 dənə hədiyyə qutusu yaratmaq olar. Sonra hər ikisi 3-ə bölünür. Deməli, 3 dənə də hədiyyə qutusu yaratmaq olar. Hər ikisi 4-ə bölünür. Deməli, 4 dənə də hədiyyə qutusu yaratmaq olar. Hər ikisi 6-ya bölünür. Deməli, 6 dənə də hədiyyə qutusu yaratmaq olar. Və hər ikisi 12-yə də bölünür. Deməli, 12 dənə də hədiyyə qutusu yaratmaq olar. Onda belə çıxır ki, biz 24 qələm və 36 açıqcadan ən çox 12 qutu düzəldə bilərik. 12 qutu düzəldə bilərik. Yazmışdı neçə qutu düzəldə bilərsiniz. Ən çox 12 qutu düzəldərik. Amma 2 qutu da düzəldə bilərik, 3 də, 4 də, 6 da düzəldərik. Amma onların içindən ən çoxu 12'sini düzəldə bilərik. Bu birinci sualın cavabı. İkinci sual. Hər qutuda neçə qələm olar? 24 qələm var idi. Əgər biz orada 12 qutu düzəldəcəksə, onda 24 bölünsün 12, hər qutuda 2 qələm olacaq. Üçüncü sual. Əgər biz orada ən çox 12 qutu düzəldiriksə və 36 açıqca varsa, onda 36 böl 12, deməli orada 3, hər qutuda 3 açıqca olacaq. Dördüncü sual. 4, 8, 12 qutu hazırlamaq olar. Sizcə 4 qutu başlayın. 7, 8, 12 qutu hazırlamaq olar. 7 qutu hazırlamaq olar. Yox. Niyə? Ona görə ki, nə 24, nə 36 görürsünüz, heç biri 7'yə bölünmür. Bəs 8 qutu hazırlamaq olar. 8 qutu da hazırlamaq olmaz. Baxmayaraq ki, 24 8'ə bölünür, 36 8'ə bölünmədiyinə görə, hər ikisinin ortaq böləni olmadığına görə 8, onda 8 dənə də qutu hazırlamaq mümkün deyil. Bəs 12 qutu hazırlamaq olar. Çünki 24 də 36 da hər ikisi 12'yə bölünür. Buradan biz ədədin bölənləri haqqında belə bir fikir çıxacaq bizdə. Deməli, hər bir ədədin özündən və birdən başqa da bölənləri var. Həmin ədədlər mürəkkəb ədədlərdir və hər bir ədədin bölənləri onun sadə bölənlərinin hasilləri şəklində yazıla bilir. Məsələn, belə bir bu çalışmanı bu dördüncüdə də dedik, ancaq 12. İndi bir dənə də bu çalışmanın önümüzdəki 5-ci sinif səhifə 30'daki çalışmaları, 31'deki çalışmaları yerinə yetirmək üçün bir dənə də sizə belə bir nümunə göstərim tapmaq üçün. Tutaq ki, bizə verilir